Dostlar, Ağa yanındadır. Zəfər Qaçış Klubunun üzvü. Ağanı siz yaxşı tanıyırsınız. Ağa Ağstavadan Heydər Əliyevin 100 illiyində, yəni Ulu Öndərin 100 illiyində qaçmışdı. Ağstavadan Bakıya qədər Azərbaycanın 200 kilometr yarışında da yəni ikinci olmuşdu. Və bundan başqa birinci və ikinci Xankəndi ultramarafonlarının iştirakçısı və finişorudur Ağa. Ona görə də yaxşı tanıyırsınız. Ağanı həmişə də Azərbaycan çempionatında da iştirak etdiyi zaman yəni mükafatçılar sırasında olub. Ağa bildiyiniz kimi Backyard Ultra Bakı 2025-in qalibidir və şənbə günü, ötən şənbə oldu 13 sentyabrda. Hava şəraiti çox çətin idi. Dəniz qırağında qumsal torpaq, qumsal relyefdə yəni çətin idi, amma Ağa bu işin öhdəsindən gəldi və yarışda qalib oldu. Təəssüratların? Mən təəssüratlarım odur ki, Zəfər klubundakı bütün idmançıları salamlayıram və Zəfər klubunla da irəli. İnşallah bu 45 saatımı İnşallah gələn ay Türkiyədə keçiriləcək fəaliyyətdə iştirak etmək və Azərbaycan bayrağını burada qaldırmaq istəyirəm. Bana dəstək olan bütün dostlarıma, bütün Zəfərdəki idmançılara, Sumqayıt Marafon klubundakı idmançılara, Bakı Marafon klubundakı bütün idmançılara çox təşəkkürümü bildirirəm. Var olsunlar, canlar sağ olsun, yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı. Dostlar, ümid edirik ki, Atletika Camiası bu nəticəni nəzərə alaraq, bildiyiniz kimi Türkiyədə ötən ilki Backyard Ultra'da 53 dairə rekordu idi. Biz də çalışmalıyıq, hər birimiz, həm klub üzvləri, ümumiyyətlə Ağanın bütün klublar sevir, Bakı Marafon klub, dostlarımız Fred müəllimin rəhbərliyi ilə, Kamal qardaşımız, Yütiyar, eləcə də digər gənclərimiz var, indi Rumba az yaranıb, onları da salamlayırıq buradan. Sonra bütün Veganutilar var, Sumqayıt Marafon klubu var, adlarınızı çəkmədiyim qrupların hamısını biz salamlayırıq. Bizim məqsədimiz bir olmaq, mehriban olmaq və bütün idmançılarımızı dəstəkləməkdir. Sənin yadda qalan bir maraqlı nəsə təəssüratdır? Mən bu yarışı keçirdikləri üçün İqır'a təşəkkürümü bildirirəm və mənlə mübarizə aparan Semur qardaşıma da çox təşəkkürümü bildirirəm ki, o da dözümlülük, iradəlik, yəni möhkəmlik göstərdi, mənlə mübarizə apardı, ona da çox təşəkkürümü bildirirəm və onu gələcək yarışlarda uğurlar arzulayıram.